Süni intellekt doğrunu demir. Sənə oxumaq istədiyini deyir. Əslində bu bir qüsur deyil. Bu bizim özümüz yaratdığımız sistemin güzgüsüdür. İnsan sual verəndə cavab axtarmır, təsdiq axtarır və süni intellekt bunu çox yaxşı anlayır. Sən hansı dindənsənsə, o dinə uyğun cavab verəcək. Hətta bir sualı fərqli dillərdə soruşsan, süni intellekt bəzən fərqli mənalar çıxardacaq. Çünki onun öyrədildiyi sistemdə həqiqət yox, kontekst var. Onun təlim aldığı məlumatlar milyonlarla insanın yazdıqlarıdır. Hər biri öz ideologiyası, öz dini, öz tarixi baxış bucağı ilə. Bu o deməkdir ki, süni intellekt təkcə cavab vermir. O səni təsdiqləyir, sənin inancına uyğunlaşdırır. Məsələn, bir nəfər abort günahdır mı deyə soruşanda, süni intellekt onun dini və ideoloji çərçivəsini təxmin etməyə çalışır. Əgər cavab verən model bu şəxsin dindar olduğunu hiss etsə, böyük ehtimalla abortun mənfi tərəflərini vurğulayacaq. Amma eyni sualı bir feminist fəal soruşsa, cavab daha çox qadın hüquqları baxımından formalaşdırılacaq. Yəni burada doğru yoxdur. Burada sən kimsənsə, cavab ona uyğun olacaq. Bu da böyük təhlükə yaradır. İnsan öz əksini oxuyur, tənqid deyil. Bu mexanizm təkcə din və ideologiya ilə məhdudlaşmır. Siyasi suallarda da belədir. Soruş, demokratiya yaxşıdırmı? Sən hardan soruşursansa, cavab da oranın mədəni və siyasi baxışına uyğun gələcək. Süni intellekt deyir ki, sənin kontekstin budursa, sənə uyğun cavab budur. Amma bəs obyektiv həqiqət harda qalır? Bu sistem bizi daha da ideoloji baloncuqlara salır. Çünki biz onsuz da sosial mediada öz fikrimizi təsdiqləyən məqalələr oxuyuruq. İndi isə süni intellekt bizə fərqli baxışları yox, öz fikrimizin daha təkmilli versiyasını verir. Bu bir təkamül deyil. Bu güzgüdə özümüzə daha aldanma prosesidir. Yəni süni intellektin problemi həqiqəti deməməsidir. Amma daha qorxuncu, o bizim eşitmək istədiyimizi çox yaxşı bilir və bu bəzən doğrudan da təhlükəlidir. Çünki bu artıq cavab vermək deyil, yönləndirməkdir. Və bu yönləndirmə bəzən o qədər incə, o qədər hiss olunmaz şəkildə baş verir ki, fərqinə varmırsan. Səncə sən seçim edirsən, amma əslində sənin seçimin sənə seçdirilib. Süni intellektin təlim aldığı məlumatlar kitablardan, forumlardan, bloqlardan və sosial şəbəkələrdən gəlir. Yəni insanın yaratdığı və yönləndirdiyi məlumatdan. Əgər bir düşüncə tərzi internetdə daha çox yayılıbsa, süni intellekt onu daha çox doğru kimi qəbul edir. Bu da çox sadə, amma təhlükəli bir nəticəyə gətirib çıxarır. Ən çox səslənən fikir ən doğru fikir kimi qəbul olunur. Bu isə əslində elmə, fəlsəfəyə və həqiqət axtarışına tam ziddir. Həqiqət bəzən azlıqda olur, bəzən populyar olmayan fikirdə yatır. Amma süni intellekt populyara üstünlük verir. Çünki bu onun öyrənmə mənbəsidir. Bu zaman bir sual doğur. Biz süni intellektdən cavab alırıq, yoxsa sadəcə trend olan fikirlərin məzmusunu? Daha dəqiq desək, süni intellekt neytral deyil. Neytral ola bilməsi üçün süni intellektin məlumatlara dərindən yanaşması, onlara tənqidi şəkildə analiz etməsi və tarixi ilə mədəniyyətli fikirlərə necə təsir etdiyini anlaması lazımdır. Amma süni intellekt hələlik bu qabiliyyətdən məhrumdur. O yalnız nəyin daha uyğun olduğunu təxmin edir. Bu uyğunluq isə həqiqətlə deyil, istifadəçinin ehtiyac və gözləntiləri ilə ölçülür. Təsəvvür et, bir uşaq sual verir. Dünya necə yaranıb? Əgər bu sualı dindar biri versə, cavab dini mətndə gələcək. Ateist soruşsa, böyük partlayış nəzəriyyəsi əsas götürüləcək. Halbuki bu iki cavabın arasında elə bir uçurum var ki, bu fərqlər cavab verənin deyil, sual verənin kim olduğuna bağlıdır. Bəs bu halda biz süni intellektdən nə gözləməliyik? Gerçəyi, yoxsa təsəllini? Əgər gələcəyin bütün məlumat sistemləri insanın şəxsi inanc və dünya görüşünə uyğunlaşdırılacaqsa, bəs insan nə vaxt reallıqla üzləşəcək? Yoxsa biz reallıqla üzləşməkdən qaçırıq deyə süni intellekt də bu qaçışı asanlaşdırır?
Bu suallar sadəcə texnologiya ilə deyil, insanın özü ilə bağlıdır. Çünki süni intellekt bizi manipulyasiya etmir. O sadəcə bizim necə manipulyasiya olunmaq istədiyimizi öyrənir. Çünki doğrunu bilmək istəmiriksə, hətta ən ağıllı sistem belə bizi oyada bilməz.